Salam, mənim adım Nailədir, 22 yaşım var. İlk kitabımı birlikdə yazırıq, bölüm 2. Nətərsən ay qız? Salam. Kitabları çox sevirəm. Onun üçün yazıram da kitabları. Bu günləri süjet xətti və uydurma qəhrəmanlarımız haqqında danışacağıq. Birinci uydurma qəhrəmanlarımızdan danışıram sıra-sıra. Kimlər var, onları bilək. Zəncir var. Onsuz da keçən dəfə demişdim. 5 ölkəmiz var. 6-cı da var əslində. Amma 6-cı ölkə deyildi, biraz şəhər tiplidir. Adını çəkməyəcəm. Ən baş qəhrəmanımız Viktordur. Mövzu Viktorun üstündən gedir. Viktorun həyatıdır. Nə mənada? Mövzunun əsas süjet xətti ədalətdir. Ədalət. İnsanların, yəni topluluğun, hər kəsin normal adlandırdığı sınır içində olmadığı üçün Viktoru anormal və dəli adlandırırlar. Çünki digərlərindən daha ağıllı, çünki digərlərindən daha güclü və bu insanları qıcıqlandırır. Çünki bilirlər ki, Viktor istəsə, bu saniyə lider ola bilər. Amma istəmir. Çünki Viktorun məqsədi sadəcə yaşamaqdır. Xoşbəxt yaşamaq. İnsanlar qorxduğundan, özləri kimi olmadığından Viktoru qıraqlaşdırırlar. Bizdə süjet xəttində əsas önəmli faktor, yəni ilk yarı finaldakı faktor, Viktor niyə öldü? Viktor qardaşı niyə öldürdü? Və can dediyi, ömrünü onların yoluna adadığı qardaş bacısı yanında deyil də artıq Alp olur. Ən yaxın dostu. Burada dostluğu da təbliğ edir. Nə vardı? Nəysə. Nə çox şey danışmaq istəmirəm. Hissələri paylaşacağam. Ona görə qısa başa salmağa çalışıram. Danışıram. Çəkmirəm. Deməli, ikinci sırada Alp var. Viktorun ən yaxın dostu. Alp başda Viktoru anlamır. Yəni nə demək istədiyini nə etmək istədiyini başa düşmür. Hətta ondan şübhələnir. Nələr etdiyini üstü örtülü danışır. Nələr etdiyini başa düşmür. Başa düşməyə çalışır onu, amma başa düşdüyündə isə gec olur. İkinci şansı gəldiyində isə birinci dəfə etmədiyi hər şey etməyə başlayır. Yanında qardaşı yox da Alp olmağa başlayır. Çünki qardaşı digər insanların ağlında olduğu üçün öz qardaşını günahkar bilir, heç vaxt onu anlamağa çalışmır, açıqlamağa çalışır. Amma qardaşı yenə də anlamır. Əlbəttə ki, bunların heç biri qardaşının onu öldürməyinə səbəb deyil. Səbəb daha ağır bir şeydir. Onu nəzərdə tutmuşam. Ona görə demirəm onu. Demək istəmirəm daha doğrusu. Və mövzuda sevgi zaten var. Həm ailə bağları mənasında, həm də ki, içəridə cütlüklərimiz var, aralarda cütlüklərimiz var. Üçüncü Niven. Niven mənə görə hekayəmin Viktordan sonra ən masumudur. Nə mənada? Viktor bir çox şey Nivenə görə edir. Yəni Niveni bütün ölkələr suçlu bilir, cəzalandırılması gərəkdiyini düşünür. Viktor onun elə biri olmadığını bilir və buna qarşı çıxır. Rina Nivenin bacısıdır və bunlar çox yaxın bacı qardaşdılar. Çünki ailəsindən heç kim yoxdur, ana-ataları yoxdur, sadəcə ikisi qalıb. Rina onun üçün hər şey edir də, yəni. Niven biraz otistik uşaqdır. Zəkadan geriləmə var, inkişaf etmir, inkişafdan qalıbdır. Buna görə Rina onun üçün həm dayaq, həm dəstək, onun üçün hər şey edir. Amma Niven çox masumdur. Sanki hər kəs onun yaxşılığını düşünür, hər kəsi yaxşı bilir, hər kəsi yaxşı insan kimi bilir. Sonra Miranla Kayra var. Miran, Kayra, Viktor üçü bacı qardaşdılar. Luvia ölkəsində yaşayırlar. Viktor üvey uşaqdır. Kayra ən böyük bacıdır. Miran isə balacadır. Viktordan böyük qardaş. Miran Viktoru çox istəyir. Yəni istədiyini o qədər bildirməsə də, həmişə onu danlasa da, Viktoru danlasa da, Viktoru çox istəyir. Bunu biruzə verə bilmir. Həmişə də dalaşırlar. Kayra isə ikisini çox istəyir və çox saf biridir. Yəni onları böyüdən ana faktoru kimi bir şeydir. Ana ata yaşayır. Ana ata da Leonora və Leondur. Viktoru balaca yaşlarından övladlığa götürüblər. Birlikdə böyüyüblər üçü də.
və çox yaxşı ana atadılar ki, hansı ki digər ölkələrdə uşaqlar əgər bir nadinçlik edirsə, onları cəzalandırarkən bu ana ata əksinə onları heç vaxt cəzalandırmır. Hətta deyir ki, necə elədim falan belə oturub söhbətləşirlər, eləyirlər. Çox şirin ailədirlər də. Bu ailənin dağılmayacağı sözünü verə bilmirəm. Çünki bu şirinliyin hər şirinliyin, hər mövzunun bir bitişi vardır. Kalisto ölkəsinin varislərindən Zen, atası Kan, Sayıl da digər uşağı, amma belə deyim, anaları fərqli, ataları bir olan Zen və Sayıl qardaşdılar. Zen bütün hər şeyin varisidir, amma Sayıl uzaqlaşdırılmış biridir. Yəni sadəcə evdə varlığı var, başqa heç nəyə yoxdur. Ay, özümü dərs danışarkən hiss edirəm. Sayıl ötəkiləşdirilib, yəni ailədən məhrum qalıbdı. Hətta bəzi uşaqlıqda küçələrdə falan qalıbdı. Sonra isə təzədən götürüblər. Bu arada Sayıl hekayəmizdə çox böyük rol oynayır. Belə ötəkiləşdirilməsi, qıraqlaşdırılması onda nifrətə səbəb olur. Nifrətə səbəb olduğundan bir şeylər edəcək. Yəni, Rain var Kalistadan. Rain balaca uşaqdır. O indi olmayacaq. Zenin oğludur. Və tək Zenin deyil, Zenlə Kayra'nın oğludur. Luvia'dan Kayra, Kalistadan Zen. İkisinin oğlu Rain'dir. Dedim hə. Neyse, o da demirəm. O yüzden demirəm. Desəm sizə demirəm. Üstü bağlı danışdım. Niana və Von. Niana çox saf, təmiz biridir. Von atasıdır və oğlu olmadığından tək varisi Niana'dır. Bizim hekayəmizin başlanğıcının ən pis adamları kimi gedir. Ən azından bunlar dürüsttür də, yəni pis olduqlarını deyirlər. Göstərirlər ki, biz pis biriyik. Gücün arxasındadılar. Yəni gücü axtarırlar, gücü almağa çalışırlar. Kerian Eleron'un oğludur. Burada özləri də açıqca deyir ki, biz pis adamlarıq. Yəni heç vaxt yaxşı olmayıblar. Kerian özü insanlar pis davranır, kimi tutdu öldürür, heç vaxt, yəni heç kimi sevmir. Mina aşığın biridir. Eleron atası isə güc axtarır, gücü əldə etməyə çalışır. Amma bu gücü əldə etmə yolunda bir çox insanın ölümünə səbəb olur, ruhları vəhşiləşdirir. Bir növ caninin biridir. Viktor niyə öldü? Başlanğıcda öldürdü yaxı Viktoru. Viktorun ölümünü üzə çıxartmaq, yəni arxasında olan səbəbi üzə çıxartmaqdır. İlkin problemlərdir. Yəni bu problemlər açılmalıdır. Tam süjet xətti ədalətdir. Həqiqətən də ədalətin solduğu yerdir. Hekayəmiz fantastik olduğundan çox hadisələr baş verir. Buna görə diqqətlə üstündə oturmaq lazımdır. Diqqətlə oxumaq, diqqətlə yazmaq. Hadisələr bir üzərində cəryan eləsə də, içində bir çox hərəkətlər baş verir və hamısını toplayanda əslində bir xətt olur. Bu da Viktorun qaranlıq yolu seçməyinə vadar edən xəttdir. Qaranlığı həmişə pis şəkildə istifadə ediblər. Bəlkə də qaranlıq yoldan düzgün şəkildə istifadə edilə bilər. Alas deməli Vesperanın gələcəkdəki, yəni 14 il sonraki halındakı uşaqdır. Uşaq da şagird rolu. Mənim gözümdə Alas Viktorun oğludur. Bravoy oğludur. Viktorun oğlu kimidir? Yəni təbii ki, bunun Viktorun özünün də xəbəri yoxdur hələ ki. Bizim də xəbərimiz yox. Getdikcə mövzu açılacaq, daha da dərinləşəcək. Ondan sonra saat 16:10, yəni saat 4-dür, başlayıram. İlk səhnəmizi bu günləri yazacağıq və çalışacağam ki, bu günləri ən azı 2000, ən çoxu da max 5000 söz yazaq. Başlayaq məncə. Deməli, ilk səhnələri yazdım, hətta ilk hissəni yazdım deyə 510 söz elədi. Viktoru öldürdük. Öldü. Getdi. Yazdım. Saat 6'dır. 662 söz oldu.
Viktoru öldürməyi öldürdüm. Belə deyəndə biraz pis olur. Viktoru öldürdüm. Öldürmə səbəbim Viktora edilən haqsızlıqları üzə çıxartmaq idi. Ki, birinci onu öldürüb, sonra ona edilən haqsızları üzə çıxarırıq. Sonra, bilməm, yaşayacaq, yaşamayacaq, o sonrasının məsələsidir. Viktorun ölümündə ilk bölümdür deyə spoiler getmir əslində, ona görə rahatlıqla deyirəm. Ən acı şəkildə olan şey də Viktoru öldürənin qardaşı olmaqdır. Balaca qonağımız var. Məni öldürür və mutsuz yazdığım üçün məni döyür. Ora bax, salam ver də, nə olar? Ora bax. Bəyənmədi. Pisdir. Ay. Viktor öldü. Neyəcəksən bu məsələ ilə bağlı? Hə? Çox əsəbləşir. Sənə deməmişəm elə sözlər demə. Utanmırsan ay qız? Bunu sizə dedi, mənə demədi. Ay, Viktor öldü. Bir şey deyir, oxuyanlar oxuyur, ağlamaqdan betər olur o sırada yazanlar. Viktor öldü. Nəysə, boş verin. Son hissəsində çox bəyənərək yazdığım bir söz var, bir cümlə var. Der ki, unutma evladım, əgər bir hekayədə bir adamın adı hər yerdə pıçıldanırsa, o adam mütləq bir gün geri dönər. Amma bu dəfə hekayənin bildiyimiz bütün qaydalarını yıxaraq, heç kimin gözləmədiyi bir surətdə. Bəli, Viktor geri qayıdacaq, amma Viktor olaraq yox. Neysə, davam edək. Deməli, kompüterdə əslində kronometrə var imiş. Xəbərim yox idi, zamanlayıcıda nə qədər zaman keçdiyini bilmək üçün daha rahat imiş. Mən də saatlara baxıram da 4, 6, 2 saat işləmişəm. İndi başladacağım ona, növbəti nə qədər işlədiyimi görəcəm. 1 saat 13 dəqiqə keçdi və mən 1600 söz yazdım. Ağlımdakiləri yazmışam deyə, yəni 1600 söz ağlımda gedən elə senaryo idi. İndi sıxıb qalmışam. 5000 söz yazmaq istəyirdim, deyəsən 2000-də qalacaq. Biraz yoruldum, başım ağrıdı. Son 400 söz nə yazacağım bilmirəm. Elə bir hər şey ilkdən planladığım kimi yazmışam. İndi mənə ilham lazımdır. İlhamlanacaq bir şey lazımdır. Amma nə? Amma nə? Deməli 2 saat 51 dəqiqə və 2387. Sonra bu qədər sözü 2 saat 50, yəni 3 saat oradan, 2 saat da əlavə 5 saat ərzində yazdım. 5 saat içində 2300 söz yaza bildim təqribi. Daha çoxunu yazmaq istəyərdim, amma başım çox ağrıyır və fikirlərim də get-gedə azalır. Ona görə də saxladım. Hissə yazaq. Max 5 saatım oldu bugün. Bəlkə gələn dəfə 7 saat, 9 saat, 11 saat elə artırarıq. Deməli, bugünlər ilk səhnəmizi yazdıq axı. Viktorun ölümü, qardaşı tərəfindən öldürülməyi. Sonra Miminin dirilişi, beldəki yara. Son olaraq da Sahilin adam göndərib Mimini öldürməyə çalışmasıdır. Bununla bitdi. Artıq demək olar burada 4 dənə mövzu var. 4 mövzu üstündə 2300 söz oldu. Nəysə, deyəsən həqiqətən də yorulmuşam. Danışa da bilmirəm. Söz bazam sıfırdır şu an. Növbəti bölümlərdə görüşərik. Daha çox yazmaq ümidi ilə. Hələlik. Söndür də. İfşa. Mali ifşa. Yuxu gəl.